İmtahana qədər hər gün bir sual izah edirəm. Part 6. Uşaqlar, bu mövzu yarım keçicilərdə elektrik cəryanı bölməsinə uyğun bir sualdır. Gəlin şərtlə tanış olaq. Termistoru 20 ohmluq naqillə ardıcıl birləşdirərək elektrik hərəkət qüvvəsi 1 volt olan mənbəyə qoşduqda dövrdəki cəryan şiddəti 20 meqaamper olmuşdur. Termistoru qızdırdıqda cəryan şiddəti 40 meqaamper olarsa, termistorun müqaviməti necə dəyişər, yəni soruşur. Mənbənin daxili müqaviməti nəzərə almayın, şərtdə verib. Deməli, biz şəkilləri çəksək. Şəkilləri baxın, təxminən sanki mənbədir bu. Bura bir rezistor qoşulub, daha doğrusu termistor qoşulub. Həmçinin bir dənə də rezistor qoşulub, naqil dediyi üçün. Mənə şərtdə deyir ki, həmin bu rezistorun, yəni naqili müqaviməti 20 ohma bərabərdir. Bu termistorun müqavimətini isə verməyib, bunu tapmalıyıq. Və ümumi cəryan şiddətini burada verib ki, bizdə nə qədərdir? 20 milliamperdir. Daha sonra ikinci şəkildə çəksək, yenidən ikinci şəkil çəksək, eyni şəkildir. Yenə bura bir termistor qoşulub, bir rezistor qoşulmuşdur. Bu dəfə burada cəryan şiddətini, ümumi cəryan şiddətini bizə verib, yenə 40 milliamper. Müqavimət dəyişmir, 20 ohmdur. Bu R1'dir. Bu isə R2'dir. Yəni tranzistorun ikinci müqavimətdir, bilmirəm. Məndən şərtdə soruşur ki, uşaqlar necə dəyişir? Yəni tranzistorun müqavimətinin ikinci qiymətinin tranzistorun müqavimətinin birinci qiymətli olan nisbəti nəyə bərabərdir? Biz bilirik ki, gəlin onun düsturunu yazaq. Verilənləri yazaq ilk öncə. R1, R bərabər nəyə? 20 ohma. I1 bərabərdir 20 vur 10 üstü mənfi 3 amper. Çevirdim milli olduğu üçün. I2 bərabərdir 40 vurulsun 10 üstü mənfi 3 amper. Bunu da çevirdim. EHG-ni verib 1 volt. Bu nisbəti bizdən soruşdu yuxarıda yazdığımı. I nəyə bərabərdir? I bərabərdir epsilon bölünsün R tranzistorun ki, daha doğrusu termistor, üstə gəlinsin R rezistor. Verilənləri yazaq. İ'nin qiymətini birinci üçün tapaq. Birincinin qiyməti nə qədər verib? 20. 20'ni 10 üstü mənfi 3'ə vuraq. Yəni 20 vurulsun 10 üstü mənfi 3 bərabərdir. 1 bölünsün R tranzistor 1 üstə gəlinsin 20. 20'ni 10 üstü mənfi 3'ə vurduqda qalır 0,02 bərabərdir. 1 bölünsün R tranzistor 1 üstə gəlsin 20. Buradan da çarpaz vursaq, yəni 0,02 vurulsun R termistor üstə gəlinsin 20 bərabərdir 1'ə. 1'i 0,02'yə bölürük. Bərabərdir R termistor 1 üstə gəlsin 20. 1'i də 0,2'yə böləndə qalır 50 R termistor 1 üstə gəlsin 20. Termistor 1'in müqaviməti isə 30 ohm etmiş oldu. Gəlin indi ikincinin cəryan şiddətini tapaq. I2 bərabərdir. Yenə epsilon bölünsün termistorun ikinci müqaviməti üstə gəlinsin rezistorun müqaviməti. İkinci cəryan şiddətini bizə vermişdi 40 vurulsun üstü mənfi 3 bərabərdir. EHG-ni verib 1. Termistorun ikinci qiymətini bilmirəm. Rezistoru vermişdi 20. 40'ı 1000'ə böldükdə qalacaq 0,04 bərabərdir 1 bölünsün R termistor üstə gəlsin 20. Hər tərəfi çarpaz vursam 0,04 vurulsun termistorun ikinci qiyməti üzərinə gəlsin 20 bərabərdir 1'ə. 1'i 0,04'ə böləndə bərabər edirik R termistor 2 üstə gəlsin 20. Cavab qalır 25 bərabərdir R termistor 2 üstə gəlsin 20. Deməli termistorun ikinci müqaviməti bərabər oldu 5 ohma. 25'dən 20'ni çıxdıq 5 ohm. Bizə şərtdə deyirdi ki, termistorun ikinci qiymətini termistorun birinci qiymətinə olan nisbətini tapın. Bu deyilir termistorun ikinci qiyməti 5 ohmdur. Birinci qiyməti isə 30 ohmdur. Yəni qalır 1 bölünsün 6. Çarpaz vursaq termistorun birinci müqaviməti bərabərdir 6 R termistor 2. Deməli buradan görürük ki, termistorun müqaviməti nədir? Termistorun müqaviməti 6 dəfə azalmış oldu. Cavab A bəndidir.